Simulyasiya üsulu vasitəsilə dövlət qurumlarının kiber təhlükələrə dayanıqlılığı yoxlanacaq. Layihə yaxın zamanda həyata keçiriləcək. Bu barədə Bakıda keçirilən kiber təhlükəsizlik günlərində məlumat verilib. Vurğulanıb ki, görülən tədbirlər nəticəsində Azərbaycan kiber təhlükəsizlik indeksinin reytinq cədvəlində 36 pillə irəliləyərək 86-cı yerdən 50-ci yerə yüksəlib. Bu sahədə dövlət qurumları ilə özəl şirkətlərin əməkdaşlığının mühüm rol oynadığı vurğulanıb. Ölkəmizdə informasiya və kiber təhlükəsizlik laboratoriyalarının yaradılması istiqamətində də işlər davam etdirilir. Qeyd edək ki, kiber təhlükəsizlik günlərinə sabah yekun vurulacaq. Sosial-iqtisadi inkişaf strategiyasında İqtisadiyyat Nazirliyinə rəqəmsal iqtisadiyyatın inkişafı üzrə strategiyanın hazırlanması və tətbiqi ilə bağlı tapşırıq nəzərdə tutulmuşdu və həmin tapşırığın icrası çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən digər aidiyyətli dövlət qurumları ilə birlikdə hazırlanmış bu sənədə uyğun olaraq hazırda dövlət özəl tərəfdaşlığı layihəsi çərçivəsində informasiya təhlükəsizliyi və kiber təhlükəsizlik laboratoriyalarının formalaşdırılması istiqamətində kifayət qədər ciddi işlər aparılır. Xüsusi rabitə və informasiya təhlükəsizliyi dövlət xidməti, dövlət qurumları üçün informasiya təhlükəsizliyi sahəsində səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi mütəmadi olaraq dövlət qurumlarının informasiya sistemlərini audit və monitorinq etməklə onların informasiya təhlükəsizliyin vəziyyətini operativ olaraq qiymətləndirir. Kiber hədələr istər şəxsləri, istər özəl müəssisə və qurumları, istərsə də dövlət qurumlarını təhdid etməkdədir. Məhz buna görə də ölkəmiz kiber təhlükəsizliyin daha etibarlı təmin edilməsi üçün dövlət strukturları ilə özəl qurumlar arasında əməkdaşlıq qurulması zəruridir. Bu əməkdaşlığın daha səmərəli, daha effektiv qurulması üçün ölkəmizin güclü təməllərə sahib, təcrübəli kiber təhlükəsizlik şirkətlərinə ehtiyacı vardır.